Sizi heç səhnədə unijat eləyiblər. Sizi heç sizin uşaqlarınız məktəbə necə gedir? Sizdən qabaq bir dəfə yadımdan çıxdı, prosta podkastda çağırmışlar məni. Niyə görə mən sizdən birinci sualları istədim. Elə negativ suallar mənə verirdilər. Mən o suallara qulaq asdım, özüm belə baxdım ki, yəni mən o qədər aşağılığam, mənə bu sualları verirlər. Tənqid edən formada olur, hə. Sizi heç səhnədə unijat eləyiblər. Sizi heç sizin uşaqlarınız məktəbə necə gedir? Nə bilim, mən sizin sualları birinci baxanda fikirləşdim ki, bir dənə görüm nəsə bəlkə negativ, bəlkə bilmirəm, onlar oğlan xeylağı idilər, bəlkə ona görə elə oldu. Bəlkə siz xanımsız, sizdən tamam başqa bir şey gəldi mənə, yəni suallar. Amma yəni inan Allaha, mən o insandan üzbəüz belə otura bilməzdim o sualları mənə versəydi. Yəni mən o qədər acı cavab verə bilərdim də ona. Onda artıq qərəzli bir yanaşma var, ağlında yəni elə bir şey var. Mən o verişi getməmişdən qabaq mən o aqressiyanı özümdə hiss elədim. Düzdür, mənə sonra başladılar deməyə, yox, sualları çıxardarıq, yox, dedim, mən artıq o negatifi almışam. Mən artıq bilirəm, siz mənə oradan nələrsə iynəli sözlərdir deyə bilərsiniz. Hardasa ötəri suallar da verilərsiniz, psixoloji nəsə bir təsir eləyə bilərsiniz. Ona görə də siz sağ, mən salamat. Mən lütfü sizdən uzaq durum.